İmtahan tipli testlərin izahı ilə davam edirəm. Baxa 16-cı testimizdə deməli passive case, yəni yiyəli hal testidir. Yiyəli halda biz artıq bilirik ki, apostrof s-dən sonra ya da s apostrofdan sonra noun işlənməlidir, yəni isim və yaxud da of ilə olan birləşmələrimizə diqqət yetirməliyik. Baxıram birinci cümləmizə. Uşaqlar, deməli əgər adın qarşısında d artiklı işlənibdirsə, onda s bitişik olmalıdır. Ona görə də bu yanlışdır. Deməli, baxıram ikinci cümləmizdədir. Kapitan Squirrel, kapitanın heyəti. Burada heç bir yanlışlıq yoxdur. Apostrof s-dən sonra isim işlənmişdir, düzdür. The soldier's gun buried with him was rusty. Burada da yenə də əsgərin silahı deyir. Apostrof s-dən sonra deməli isim işlənmişdir, düzgündür. Amma dördüncü cümlədə çox diqqətli olun. Uşaqlar, yadınızda saxlayırsınız ki, defisdən düzələn mürəkkəb isimlərin yiyəli çalının düzəldilməsində yiyəli çal apostrof s-lə düzəlir. Yadınızda qalsın. Cəmi biz birinci ismi artırmalıyıq. Sisters in low apostrof s olmalıydı düzgün variantı. Ona görə də yanlışdır. 2-3 düzgündür. Cavab B bəndi. Baxıram 17-ci testimizə. Yadınızda saxlayırsınız ki, no-dan sonra artikl işlənməz. Deməli A, E və C variantları ələndi. Deməli burada da sky sözü ilə vahid isimlərlə D artikl işlənir. Düzgün cavab oldu. D bəndi. Daha sonra baxıram 18-ci testimizə. Passive voice, yəni mənsup növ testidir. Deməli mənsup növdə tamamlığı tapmalıyım. Tamamlıq 3-cü sırada gəlir. Baxın burada the robber hit him. Deməli he bizim mübtədamız olacaqdır. Robber olan variantı eləyirəm. Daha sonra baxıram cümləmizin zamanına. Uşaqlar, deməli əgər bu indiki zamanda olsaydı, robber üçüncü şəxsin təkidir də, oğru deməkdir. Hits olardı indiki sadə zamanda. Deməli hits olmadığına görə bu deməkdir ki, keçmiş zamandır. Ona görə də mən is olan variantları elədim. Has da yoxdur cümləmdə, has'ı da elədim. Was been deyə bir ifadə, birləşmə yoxdur. Ona görə o da eləndi. Düzgün cavabımız qaldı. E bəndə. Daha sonra baxırıq 19-cu testimizə. Since vardı. Since'in düsturu necə idi? İndiki bitmiş zaman, bir də keçmiş sadə zaman. Deməli baxıram. D cəmdə dediyə həz olan variantları B və C bəndini eləyirəm. Daha sonra burada hədd verilibdir. Yanlışdır. Həddlə hətta lives qətiyyən olmaz. Daha sonra ya A bəndidir ya da D bəndidir. Baxın, D bəndində düzgün olacaqdır. Çünki deyir ki, o şəhərdən gedəndən demək onlar görüşmürlər. Düzgün cavabımız olacaqdır. Deməli D bəndi. Baxıram 20-ci testimizə. People cəmdədir. N artiklı və E artiklı olan variantları eləyirik. Maçdan da sonra mütləq müqayisə dərəcəsi olmalıdır. Much more extrovert. Deməli düzgün cavabımız olacaqdır. C bəndi.